Salam, hər vaxtınız xeyir uşaqlar. Bugünkü dərsimizdə də sizinlə alkinlər bölməsindən, test toplusundan 101-dən 134-cü testlərin həllinə baxacaq. 101-dən başlayaq. Etilin və asetilendən ibarət qarışığın 9 litri. Etilin C2H4, asetilin C2H2. Qarışığın 9 litrini tam doymuş hala gətirmək üçün 12 litr hidrogen sərf olub. Yəni, bunu hidrogenləşdiriblər qarışığı. Deməli, etilin alkendidə 1 mol H birləşdirir, olur C2H6. Asetilin alkinlərə aiddir, 2 mol hidrogen birləşdirib C2H6-ya çevrilir. Başlanğıc qarışıq etilin və asetilin 9 litrdir. 9 litrin bir hissəsi olsun etilin, bir hissəsi olsun asetilin. Aşağıda məsələn yazdıq 22,4, bu da olsun 22,4. 12 litr hidrogen sərf olub birlikdə 12 litr. Gəlin bu hidrogenləri də asetilinlə, etilinlə ifadə edək. Birincisi yazaq ki, X-dən Y-in cəmi 9-dur. Hidrogenə fikir verirsinizsə, reaksiya 1 mola 1 mol gedirsə, 22,14 gedəndə elə X-a da X gedəcək. İkinci reaksiyada isə 22,4-də 2 vur 22,4 reaksiya gedirsə, Y-ə də 22,4 xısa getsə, 2Y reaksiya daxil olacaq. Yəni, X-la da 2Y-in cəmi 12 eləməlidir. Buradan ikinci tənidən birinci tənliyi çıxanda Y bərabər olacaq 3, onda X də bərabər olacaq, cəmi 9 eləmək üçün 6. Bizdə də neçə litr etilin soruşur deyə cavab olacaq 6. 102-ci misalda asetilindən 50% çıxımda neçə qram sirkə aldehid almaq olar? Biz danışmışdıq ki, belə misallarda çıxımlara baxmadan məsələni həll edirik. Asetilin C2H2-dir. C2H2 su ilə reaksiya daxil olanda CH3COH sirkə aldehidi yaranırdı. Kucherov reaksiyası idi. Əmsallar da bərabərdir. 22,4 litrdən neçə qram alınır? Yazırıq üzərindən X qram. Özü elə 22,4 1 moldur. Emiri də sirkə aldehidinin 44-dür. Tənasib qurduq. X bərabər ilə 44 qram eləyəcək. İndi faizə qaydırıq. Məsələn, çıxımına. Çıxım 50% idi və danışmışdıq ki, çıxım məsələlərində X oxun sağ tərəfində olanda aldığımız rəqəm qiyməti, yəni 44-dür, məsələdə verilən faizə vurub 100-ə bölürdük, cavab tapırdıq 22. Yəni, son cavab olacaq 22. B variantı. 103. Propin üçün hansı ifadə doğrudur? Propin, yəni C3H4. Quruluş formunda yazsaq, 3 qat rabitə, bu da 1 qat rabitə olacaq. H, bu da oldu H3. Disiklopropanın izomeridir. Disiklopropan alkenlərlə izomeri idi. Disikloalkanlardan alkenlər izomeridən. Bu, bizə propindən söhbət gedir. Propin, disiklopropan izomer olmaz. 1 molu 1 mol xlorla reaksiya daxil olsa, demək, bax, bunun 1 mola 1 mol xlor əlavə etsək, xlor pi rabitənin birini qıracaq. Əmələ gələcək CH2 qat rabitə CH3 və qırılmış pi rabitənin yerlərinə xlorlar birləşəcək. Xlorlar radikaldırsa, 2 qat rabitənin yaxın olduğu tərəfdən nömr eləyirik. Olur 1, 2, D, xlor, 3 karbon var zəncirdə, olacaq propen. Çünki 2 qat rabitəmiz var. Propen, bir demək olar, demək ehtiyac da yoxdur əslində burada. Onsuz da 2 qat rabitə birincidə olmalıdır. Cavab onda olacaq 2, hələ ki doğru cavab. Cis trans izomerli alkenlərə aiddir. Alkinlərə aid deyil idi. Demək, 3 də olmayacaq. Cavab yalnız 2 eləyəcək. 104. Asetilin üçün hansı ifadə doğru deyil? Asetilin C2H2.
Quruluş formuluda CH, burada da bir H var idi. Molekulunda 2 sigma 3 pi rabitə var. Bu yanlışdır, çünki pi rabitə 2 dənədir. Burada 3 pi yazılıb, bu oldu səhv. Biri atdıq. 1 molla 1 mol xlorla təsir etsək, bunun üzərinə 1 mol xlor gəlsək, pi rabitənin biri qırılacaq. Yuxarıda göstərdiyimiz kimi olacaq. CH 2 qat rabitə CH, xlor, bu da xlor. Və maddənin adı 1, 2, di, xlor. 2 qat rabitə var deyə eten olacaq. Amma burada 1, 2, di, xlor, etan yazılır. Yəni, bu 2 də səhvdir. Birləşmə reaksiyaları xarakterikdir. Bəli, çünki alkin doymamış birləşmədir. Doymamış birləşmələr üçün birləşmə reaksiyaları xarakterik idi. Doğrudur, cavab 3. Yəni, yalnız 3. Doğru deyil axtarırıq. Doğru deyil axtarırıq. Olacaq 1 və 2. 3 doğru cavabdır. 105-ci misal. 1 qram alkin maksimum 8 qram brom birləşdirə bilir. Alkinlər, yəni CN, HCN-2 maksimum 2 mol brom birləşdirirlər. Bizə deyir ki, 1 qram alkin 8 qram brom birləşdirir. Alkinin emeri 14-2, brom da olacaq 2 vurulsun 160. Brom özü 80-dir, indeksində 2 var, 160, 2 də əmsalında var. Tənasüb qurduq. Bu 320 ilə 8 getsə aşağıda qalacaq 40. Deməli, nə qaldı burada? 14-2 bərabər 40-dırsa, 14 də bərabər 42, n də olacaq 3. N 3-dürsə, neçə karbon SPS birləşmə halındadır. Alkindirsə maddəmiz, 3 dənə karbon çəkdi. Burada 3 qat rabitə olacaq, biri qalacaq tək qat. 3 qat rabitələr SP-dir. Tək qat rabitəli karbon SP3-dür. Yəni, cavab olacaq 1 ədəd. Y variantı. 106-cı sual. Demək, X-in üzərinə su əlavə edib asetaldehid alıblar. 1 mol hidrogendən etilin alıblar. 1 mol xlordan 1-2 dixlor eten alıblar. Bu 3 halın birindən də istifadə edib cavabı tapmaq olar. Ən asanı X-in üzərinə hidrogen əlavə edib tapmaqdır. Deməli, X yazmadım. Üzərinə hidrogen əlavə edib etilen, yəni C2H4 almışıqsa, onda belə çıxır ki, X maddəsi C2H2 imiş. 1 mol H birləşdirəndə olur C2H4. C2H2 də asetilendir. Asetilenin başqa adı da etindir. 107 də yenə bunun kimidir. Yenə bu misalı propenlə həll etmək daha asandır. Yenə X-in üzərinə hidrogen əlavə edib propen almışıqsa, yəni C3H6, onda belə çıxır ki, X maddəsi C3H4 demiş ki, 1 mol H2 birləşdirəndə C3H6-ya çevrilib. C3H4 də olur propin. Propen, yəni A variantı. 109. Karbhidrogen alkindir. Alkin CnH2. Molekulunda hidrogen atomlarının sayı normalda 2n-2-dir. Bizə amma şərtdə veriblər 2n-4. Danışmışdıq belə misallarda n' yazırdıq ki, digər n-lə fərqlənsin və n' axtarırdıq. 2n' bərabərdir. 2n plus 2 olacaq. Bağışlayın, minus 2 olacaq. Minus 2 və 2-yə bölsə hər tərəfi n' bərabər olacaq n-1. Yəni, n-1 nəyə göstərəcək burada? Karbon atomlarının sayını. Bizə deyir ki, atomların ümumi sayını tapın. Alkinlərin atomlarının ümumi sayı 3n-2 olduğuna görə n-in yerini də yazırıq. n-1-2. Bu da olacaq 3n-5. 3n-5, yəni C variantı. 109 da həmin şərt üzərində qurulub. Hidrogenlərin sayı 2n-4 verilmişdirsə, karbonların da sayını tapmışdıq n-1. Yuxarıdakı misalda yazmışıq. Sigma rabitələrin ümumi sayı.
alkinlərin atomları 3n-2 olduğuna görə ümumi siqma buradan bir vahid az, yəni 3n-3 olacaq. 3, n-in yerinə n-1 qoyub çıx 3 də yazanda olacaq. Yuxarıda yazaram buraya yaxşı. 3n-6. Yəni B variantı. 110-cu misalda X maddəsinə 1 mol brom əlavə ediblər. C2H2, yox, baxışdan doğru demədim. C2H2 ortadadır. C2H2-yə 1 mol brom əlavə ediblər X tapmaq üçün. Baxın demək, yazaq 110. Əsas maddəmiz C2H2-dir. Üzərinə 1 mol brom əlavə olunub. 1 mol brom əmələ gəlir C2H2 brom 2. Bu oldu X maddəsi. Digər reaksiya isə yenə C2H2-in üzərinə natrium əlavə ediblər 1 mol. Natriumun amonyaklı suda məhlulu deyirdik. Natrium hidrogenləri əvəz edirdi. C2, natrium 2, üstəgəl H2. Bu da oldu Y maddəsi. Bizə deyir ki, birinci, həm 1, həm də 2 istiqamətində alınan üzvü birləşmədə nə dəyişir? Yəni, hər ikisində nə dəyişir? Hidrogen atomlarının sayı birinci reaksiyada 2 idi, bu da 2-dir. Bunlar qalıblar, dəyişmirlər. Amma ikinci reaksiyada hidrogenlərin sayı dəyişib. H2 olub natrium 2. Bu olmadı. Karbon atomlarının sayı, karbonların sayı hər ikisində 2-2 qalıb. 2, 2, 2, 2 dəyişmir. Bu da olmadı. Atomlarının ümumi sayı. Birincidə C2H2-nin 4 atomu var, amma sağdakının 6 atomu var. Bu dəyişdi. İkincidə C2H2-nin 4 atomu var. C2 natrium 2-də 4 atomu var. Bu amma dəyişmədi. Bizə hər ikisi dəyişir deyir. Dəyişən nədir? Karbonun kütlə payı. Karbonun kütlə payı yəqin ki, dəyişər. Çünki birinci C2H2-nin tərkibində karbonun kütlə payı C2H2-də, C2H2-də. Omega karbon tapsaq, karbon 24, emir 26 vur 100 olacaq. Amma, məsələn, bu maddənin içində karbonun kütlə payını tapsaq, omega karbon, yenə karbon orada 24-də, amma emir, brom birləşib artıq bura. Brom 160, bu da 26, 186. Bu tamamilə başqa qiymət verəcək. Bax, bunun içərisindəki natrium, karbonun kütlə payını tapsaq, omega karbon da bərabər olacaq. Yenə karbon yenə 24-dür. Bölünsün 24, o da ki 46. 24 ilə 46 neçə edər bu? 70. Vurulsun 100. Baxın, bu kəsirlərin hamısı birinci, bax, bu kəsirdən fərqlənir. Deməli, karbonun kütlə payı dəyişəcəkmiş. Ya da ki, daha sadə deyə bilərdik. Birinci formulda emir çoxalıb, ikinci formulda da emir çoxalır. Ona görə karbonun kütlə payı dəyişəcək. Cavab olacaq onda D variantı. Eyni yenə həmin misal verilib, amma deyir, nə dəyişmir? Dəyişməyən karbonların sayı idi. 2, 2, 2, 2 olduğu kimi qalmışdı. Karbon atomlarının ümumi sayı, yox, karbonun sayı, karbon atomunun sayı görə var, yoxdur. Karbon atomlarının sayı var. Cavab olacaq Y variantı. 112. Alkin C4H6 verilib. C4H6. Sinif daxili izomeri. C4H6 alkin kimi yazsaq, 3 qatı bir dəfə əvvələ qoyarıq, bir dəfə də 3 qatı ortaya qoya bilərik. Onlar 2 izomeri, sinif daxili izomerilərini göstər. Deməli, 3, bir də 5. 3-5 sinif daxili izomeriləridir. Yəni, X-in altında 3-5 olmalıdır. Cavab elə A variantı alınır. Sinif arası izomerdə alkadiyendirsə, alkadiyenlərdə
Demək, 4 dənə karbon çəkirik. 2 qatı bir dəfə ardıcıl qoya bilərik. Bir dəfə də 2 qatı araya bir dənə karbon qoyub yaza bilərik. Bu da olar sinif arası izomeri. Butadiyen 1-2 və ya da butadiyen 1-3. Yəni 1 ilə də 2 sinif arası izomerinə aiddir. Cavab olur A variantı. %113. 2,24 litr asetileni, yəni 0,1 mol. Tetraxlor etana çevirmək üçün. Demək, asetilen C2H2 tetraxlor etan, yəni 4 mol xlor atom olmalıdırsa, belə çıxır ki, bu 2 mol xlor birləşdirməlidir özünə. Olacaq C2H2 xlor 4. Çevirmək üçün tələb olunan xloru. Deməli, birinci tapaq xloru. Görək xlor nə qədər lazımdır. 2,24 litr verilib, özü də oldu 22,4. Tələb olunan xlora bir dənə X mol yazaq, bu da olsun 2 mol. X olacaq 0,2 mol xlor. Tələb olunan xloru əldə etmək üçün neçə qram xörək duzunu elektroliz etməliyik. Xörək duzu natrium xlorid. Natrium xloridin elektrolizindən əmələ gəlir natrium üstə gəl xlor 2. 2 mol, bu da 2 mol tənliyi bərabərləşir. Tələb olunan xloru tapmışdıq 0,2 mol, özü 1 moldur. Neçə qram xörək duzu deyirsə, bu olsun x qram, bu da olacaq 2 vurulsun emeri verilib 58,5. Tənasüb qurduq. Cavab eləyəcək, deməli 58,5 vur 0,4. 4,8-in 32, 4,5-in 27. Cavab neçə eləyəcək? Yəqin ki, doğru yazmışıq hamısını. 58,5-i vurduq 4-ə vuraq. Deməli, 58,5-i 4-ə vuranda 4,5-in 20, 4,8-in 32. O da 20, 35, 4,5-in 20. Deyəsən, burada 20, bir dəqiqə, vurma bölməni də yaddan çıxartmışıq. Normal vurma bölmə yazaq. Deməli, 58,5-i vurduq 4-ə məsələn. 4,5-in 20, 2 yadda, 4,8-in 32, 2, 3 yadda, 4,5-in 20, o da 23. 4,8-in 32 də yadda vardı, 34. 4,5-in 20, 23, 23,4. Şükür, tapdıq. C variantı. %114-cü misal. X, Y, Z, T ardıcıl belə proseslər verilib. X alkini homoloji sıranın 3-cü nümayəndəsidir. Demək, alkinlərin formulu CnH2-2-dir. N başlayırdı 2-dən. 2-dən başlamaq birinci nümayəndədirsə, 3 olmaq ikinci nümayəndədir. N4 olmaq üçüncü nümayəndə olacaq. Deməli, X-in formulu olacaq C3H4. Bu alkinlər bir-birindən 2CH2 qədər fərqlənirlər. 2CH2 qədər fərqlənirlərsə, bulanı silək. Yəni, Y olacaq onda 2 dənə CH2 nə deməkdir? Yəni, C2H4 deməkdir. Üzərinə C2H4 gələndə C3H4 olacaq C5H8. Z-dəki bundan 2 dənə C2H2 fərqlənirsə olacaq C7H12. Nə deyir bizə? Y, Z və T, T də var imiş. T də X, Y, Z, T-ni də bura yerləşdirək. Deməli, T də olacaq. Yenə bu C2H4 fərqlənməlidirsə, C9H16. Deyir, Y-Z-T'dəki poliyar rabitələrin sayı. Poliyar rabitə hidrogenlərin sayı idi. Yəni, 8, 12 və 16 olacaq. 8, 12, 16, yəni Y variantı. %115. Alifatik karbhidrogen C3H4 verilib. C3H4.
Molekulun sp2s rabitələrinin minimum və maksimum sayını axtarırıq. sp2s-dən söhbət gedirsə, belə çıxır ki, bunu 2 qat rabitə ilə yazmaq lazımdır. C3H4-ü 3 dənə karbon çəkib, həm maksimum, həm də minimum soruşur. Onda belə eləyək. C3H4 bir dəfə alkadein kimi belə yazaq. CH2, CH2. Yəqin ki, burada maksimum say 4 olacaq. Çünki karbon burada sp2, bu karbonda sp2. sp2s dediyinə görə sp2-nin hidrogenlərinə baxırıq. İkisi burada var, ikisi də burada var. Cəmi oldu 4. Minimum sayı deyəndə artıq biz bunu alkin kimi yazırıq, belə. Və alkin kimi yazanda burada heç sp2-li karbon olmur deyə cavab olur 0. Yəni 4, 0 cavab olmalıdır. O da eləyəcək C variantı. 116-da hansı alkinlər NH3 iştirakında natriumla reaksiya daxil olar? Belə alkinlər 3 qat rabitəsində hidrogeni olan alkinlər idi. Yəni, cavab ola bilər 1 və 4. 3 qatında hidrogen bax bunlarda var. 1 və 4. 116-da belə. 117. Heksin 2-nin izomerlərini müəyyən edin. Heksin 2. Heksində karbon 6 dənədir. Deyim, 6 karbonlu alkin ya da ki, alkadein axtarmalıyıq. Heksin 2-dirsə, heksin 1 izomer olar. Bu düz. Heksadein də alkadeindir, buna da izomer olar. Pentadeində 5 karbon var, izomer olmaz. Metillə penten 6 karbon eləyir, amma bu alkin də deyir, alkadein də deyil. Ona görə bu da olmaz. Dimetil butadein. Burada 6 karbon var. Üstəgəl alkadeinlər də alkinlər izomerdirsə, demək cavab 1 də olacaq. Yəni 1, 4, 5 olmalıdır. 118. Hansı reaksiya doğrudur? Birinci maddə asetilen. Asetilen su ilə birləşəndə aldehid verir. Bu düzdür. İkinci reaksiya etilen. Etilen su ilə etil spirti verir. Bu da doğrudur. CH5OH. Onda 3 səhvdir. Çünki etilen su ilə spirt verirsə aldehid verməz. Dördüncüdə də, 4-ü gəlin burada yazım göstərim. CH3, CH, bu da CH2. Üzərinə su əlavə etsək, artıq burada Markovnikov qaydası var. H çoxa, OH aza birləşməlidirsə, CH3, CH, OH, bu da oldu CH3. Yəni, OH ikinci karbona birləşməlidir. Burada da düzdür, OH ikinci karbona birləşib düzeymiş. 4 də doğrudur. Onda 5 səhv olacaq, çünki eyni reaksiyada OH-ı uca yazıblar. Demək, doğru variantlar 1, 2, 4 oldu. 119. Hansı radikalların birləşməsindən əmələ gələn maddələr gümüş bir oksidin amoniakdakı məhlul ilə reaksiya daxil olur? Deməli, bundan qabaq danışdıq. Alkinlərdə 3 qat rabitəsi zəncirin ucunda olanların hidrogeni olurdu ya, bu maddələr natriumla, kuprium xlor 2 ilə ya kuprium xlorla, kuprium xlor 2 düz olmadı, dəqiq yazaq, kuprium xlor və ya kuprium 2O ya da argentin 2O-nun amoniaklı suda olan məhlullarla reaksiya daxil olurlar. 3 qatı zəncirin ucunda olanlar. Onda belə çıxır ki, bizdə bu C hissəsi hökmən olmalıdır. İndi C-yə nəyi birləşdirsən, həmin bu dediyimiz reaksiyalar baş verəcək. Yəni, C olan variantlar. D, 4-ü ataq, çünki burada C yoxdur. Qalan bütün variantlar ola bilər. Yəni, 1, 2, 3 olacaq. Deməli, 120-ci sual. Molekulunda bir asimetrik karbon atomu. Belə mövzu sual alkenlərdə də var idi. Asimetrik karbon bir karbon ətrafında, bax buradan yazıram, bir karbon ətrafında 4 dənə müxtəlif hissəci olan karbona deyirdik. Biraz aşağı dindik. Bu formulu alkin üçün düzəldək. Bir karbon çəkdik. Əgər bu alkindirsə, demək nə olmalıdır buna? Ən azından alkinlərdə 3 qat rabitə olmalıdır axı.
Yəni, bunu ən azından bir dənə 3 qat rabitəli radikal birləşdirdik. Şərtdə deyir ki, minimum sayda karbon olsun. Ona görə ən azından burada bir dənə H qoyaq ki, karbonlardan az istifadə edərik. Sonra bura mümkün olan radikal, məsələn, metil və etil yaza bilərik. Bax, bu ən az karbon atomundan istifadə etməklə alkinlərdə asimetrik karbonu olan maddənin formulunun düzəldilməsi. Nə deyir bizə? Nə doğrudur bunun üçün? Birinci karbon atomunun oksidləşmə dərəcəsi -3-dür. Bu, soldan nömrələməliyik. Soldan nömrələyəndə birinci karbon CH olacaq. CH-da H müsbət 1-dir, karbonda -1-dir. Deməli, -3-dür oldu səhv. Üçüncü karbon atomu üçlüdür. Deməli, üçüncü karbon atomu nömrələsək 1, 2, 3. Bu karbon görünür ki, üçlü karbondur. Doğrudur onda bu. 2 düz. Molekulunda 14 ədəd sp3, 16 ədəd sp3 hibrid orbitalı var. 16 ədəd sp3 olmaq, 4 dənə karbon sp3 olmaq deməkdir. Həqiqətən də burada həmin o deyilən bir şey var. Bu karbon tək qatdır, bu karbon tək qat rabitəlidir. Bu karbon tək qat rabitəlidir. Metil karbon, bu da karbon tək qat rabitəlidir. 4 dənə tək qat rabitəli karbonumuz varsa, 4 vurulsun 4, 16 eləyir. Çünki sp3-ü tapanda 4-ə vurur o karbonların sayında. Deməli, 3 doğru cavabdır. Molekulunda 3 ədəd birli karbon atomu var. Birli karbon atomu, birli karbon atomu bir karbona birləşən karbonlardırsa, bax, biri budur birli karbon. Çünki bir karbona birləşib, biri budur bir karbona birləşib, biri də bax, bu CH-ın karbonudur. Çünki bir karbona birləşib. 3 dənə birli karbon, bu da doğruymuş. Beynəlxalq adı 4 etil pentin 1-dir. Bu doğru olmayacaq, çünki beynəlxalq adı 3 metil olmalıdır. Çünki üçüncüyə burada metil birləşib, 3 metillə başlamalıydı. Ona görə 5 səhvdir. Əvəz etmə reaksiyasına daxil olur. Çünki birinci karbonda 3 qatın yanında hidrogen var. 3 qatın yanında hidrogeni olanlar əvəz etməyə gedirdi natriumla. Məsələn, demək, daxil olmur deyirsə 6-da səhv olacaq. Cavab qalacaq 2, 3, 4. %121. Metan mol miqdarı 2 verilib. Tam yanmasına sərf olan oksigenin miqdarı N verilib. Gəlin, metanı yandıraq birinci. Metan üstə gəlinsin oksigen, əmələ gəlir karbon qazı və su. 4H varsa suya 2 yazırıq. Oksigen sağda 4 dənə oldu deyə oksigeni 1-2 yazırıq. Metanın 1 moluna 2 mol oksigen sərf olur. Bizə amma deyir 2 mol metan. Onda bura N yazsaq, N deyirək orada. N bərabər olacaq 4-ə. N'in 4 olduğunu tapdıq. Amma aşağıda deyir alkinin yanması. Alkinin yanması CN HCN çıx 2 üstə gəlinsin. Oksigen əmsalı 3N çıx 1/2 idi. Deməli, 1 mol alkinin yanmasına 4 mol oksigen sərf olubsa, N qədər verir məsələdə. Demək, 3N-1/2-ni 4-ə bərabərləşdirməliyik. 3N-1/2 bərabər 4. 3N-1 bərabər 8. 3N bərabər 9. N də olacaq 3. Demək, alkinimizdə karbon 3 dənəymiş. N tapdıq 3. N 3-dürsə, maddə olacaq C3H4. Quruluş formulunda yazsaq, burada 3 qat rabitə, burada var tək qat rabitə. Bax, belə bir formul əmələ gələcək. Nə soruşur? Tərkibində 2 karbon sp3 vəziyyətindədir, səhvdir. Çünki bu alkinin sonda qalan, bax, bu karbonu sp3-dür. Qalanlar sp-dir. 1 olmaz. Hidratlaşmasından aldehid alınır. Alkinlərdə yalnız C2H2 hidratlaşanda aldehid verirdi. Amma yerdə qalanlarından keton alınırdı. Və yadımıza salmaq üçün reaksiyanı yazmaq istəyirəm. Baxın, deməli, propin
CH 3 qat rabitə C, CH3 üzərinə su əlavə edəndə Markov-Nikol qaydasına görə H çoxa O, H aza birləşirdi. Rabitənin biri qırılırdı. Olurdu CH2 2 qat rabitə C, aşağıya bir OH, sonra sağda CH3. Sonra danışmışdıq ki, üzvü maddələrdə, ümumiyyətlə karbonun birləşmələrində 2 qat rabitəli karbon atomuna OH birləşən maddələr davamsız olur deyə. Bu H buradan qopur, gəlir CH2-yə birləşir. 2 qat rabitənin biri keçir karbonla oksigen arasına. Və alınır CH3, C, CH3. Burada 2 qat rabitə ilə O. Və biz bu maddələrə keton demişdik. Ketonlar. Asetil, dimetil keton, aseton və s. adlar vermişdik. Deməli, aldehid alınır, səhv imiş. 1 molu 22,4 litr həcm tutur. Bəli, çünki karbhidrogenlər 4-ə qədər qaz idilər. Bu doğru. Molekulunda sp hibrid orbitalları, bu propində sp hibrid orbitalları, bax bu hissənin sp hibrid orbitalları, 2 dənə karbon sp edirsə, sp'nin 2 dənə buludu var. 2 üstə gəlinsin 2 bərabərdir 4. Bu orbitalları rabitələrin yaranmasında iştirak edən bütün orbitalların 25%-ni təşkil edir. Deməli, bu 4 dediyimiz 25%, yadımızda qalsın. İndi maddəmiz C3H4-dürsə, C3H4-də pi rabitə bərabər 2 ədəddir. Sigmada atomların sayından bir vahid azdır. Yəni, 7 atom varsa 6 sigma var. Cəmi oldu 8 rabitə. 8 rabitə varsa 2-yə vursaq olur 16 elektron. Ya da orbital. 16 elektron və ya 16 orbitalımız 100%-dirsə, bu 4 tapdığımız sp neçə faizdir? X. X də bərabər olacaq 25%. Deməli, 25% doğru cavabıymış. 4 doğrudur. Argentin 2-onun ammoniakdakı məhlulu ilə qarşılıqlı təsirdə olur. Bəli, çünki alkinimizdə 3 qat rabitənin yanında hidrogen var idi. Doğrudur. Rasional adı etil asetilendir. Etil asetilen olmaz. Bu olacaq metil asetilen. Deməli, 6-da səhv olacaq. Cavab oldu 3, 4, 5. Biz doğrunu axtarırdıq. Bəli, 3, 4, 5. Növbəti misal 122. 122-də alkinlər verilib, nisbi molekul kütlələri bərabərdir. A-dır hər ikisi. Deməli, X ilə Y izomerdir. Çünki nisbi molekul kütləsi bərabər olan 2 maddi izomer sayılır. Və deyir ki, aşağıda Y-in molekulunda karbon atomlarının sayı minimumdursa, alkinlərdə izomerli C4H6-dan başlayırdı. C4H6-nı bir dəfə belə yazmaq olurdu. 3 qat zəncirin ucunda olurdu. Bir dəfə də 3 qat zəncirin ortasında olurdu. Hidrogenlərini də yazdıq. Deməli, izomer olması üçün ən azı 4 karbonları olmalıdır. Şəkil formullarını çəkdik. Bunların hər ikisi C4H6-dır. Və nə deyir cədvəldə bizə? Deyir ki, X H-xlorla reaksiya məhsulunun cis-trans izomeri yoxdur, amma Y-in H-xlorla reaksiyasının cis-trans izomeri var. Gəlin, bu reaksiyaları bir-bir yazaq. Məsələn, görək hansında cis-trans yaranacaq, hansında yaranmayacaq. Birinci maddə CH, C, CH2, CH3 üzərinə H-xlor gəlsək, Markov-Nikol qaydasına görə H çoxa, xlor gəlib aza birləşəcək və tənliyin sağ tərəfində CH2 əmələ gələcək. Yadınıza gəlirsə, alkinlər dərsində danışmışdıq ki, 2 qat rabitə zəncirin ucunda olanda bunların cis-trans izomeri olmurdu. Deməli, bu maddə cis-trans izomeri yaranmadı. Onda belə çıxır ki, X maddəsi buymuş. Çünki cis-trans izomeri yox idi, deyir. Onda bu da olacaq yəqin ki, Y maddəsi. Nə soruşur? X Argentin 2-onun ammoniakdakı məhlulu ilə reaksiya daxil olar. Bəli, olar. Çünki 3 qat rabitənin yanında burada hidrogen var. Bu daxil olacaq. 1 düzdür.
Y mis 1 xloridin amoniaklı məhlulu ilə reaksiya daxil olmaz. Çünki Y-in 3 qatında hidrogenlər yoxdur. 2 olmadı. X və Y-in molekulunda eyni sayda S+S sigma rabitəsi var. Məncə bu da səhvdir. Çünki S+S sigma rabitəsi X-in içərisində bu, baxırsınızsa 5 dənə hidrogendir. Amma Y-in içərisində 3 hidrogen burada var. 3 hidrogen də burada var. Bu da 6 hidrogen eləyir. Bu da doğru olmadı. Çıxdıq. X və Y-in molekulunda rabitələrin yaranmasında eyni sayda S iştirak edir. Bu düzdür. Çünki S hidrogenlərin sayıdır. 6 burada var. 6 da elə burada. Eyni maddələrdən onsuz bunlar. Yəni izomerdirlər. Yəni. 4 doğru cavab oldu. Cavab oldu 1 və 4. %123. 2 mol etilen. CH4 2 mol. 3 mol asetilen. CH4 3 mol. Neçə mol brom birləşdirər? CH4 alkendir. Alkenlər 1 mol brom birləşdirirsə, onda elə gəlin 2-ni qarşısına yazaq. Buradan 1 molu 1 mol birləşdirsə, 2 molu da 2 mol birləşdirər. CH4 alkindir. Alkinlər 2 mol brom birləşdirir. Bizə də 3 mol verilibsə, deməli 1 mol 2 mol birləşdirəndə 3 mol nə qədər birləşdirəcək? 3 mol da birləşdirəcək 6. 6 niyə bağışlayın? 6 niyə ki? 3 mol da birləşdirəcək 4. Cəmi neçə mol birləşdirəcək onda bunlar? 2 ilə 4-ün cəmi olacaq 6. 123, 6 oldu. 124, 3 mol etilen, 2 mol asetilen. Neçə qram brom birləşdirər? Deməli, indi bunu da tənli kimi yazmaq istəyirsiniz. Etilenin 1 molla 1 mol birləşirsə, 3 moluna 3 mol birləşəcək. 3 mol brom. Asetilenin 1 moluna 2 mol birləşirsə, 2 moluna da 4 mol birləşəcək. Demək, cəmi 7 mol brom birləşdi. Neçə qram deyirsə, onda vururuq 160-a. 0 qalsın, 7, 6, 42, 2, 4 yadda. 7, 1-in 7, 4 oldu. 1120 qram brom birləşdirəcəkmiş. 125. Asetilen maksimum neçə qram brom birləşdirər? Bu misaldan yazmışdıq. Asetilen C2H2 maksimum 2 mol brom birləşdirir. 1 molu 2 vurulsun 160 birləşdirir. 11,2-də 0,5 moldursa, bu da X birləşdirsin. X də bərabər olacaq elə 160 qrama. %126-cı misal. Deməli, eyni mol sayda götürülmüş propan. Propan C3H8, propen C3H6, propin C3H4. Molları eyni mol olur. Məsələn, X mol, bu da X mol. Tam doyulmuş doydurmaq üçün propan alkandır, hidrogenlə reaksiya getməz, doymaz, onsuz da doymuşdur. C3H6 1 mol hidrogenlə reaksiya daxil olar. CH4 isə 2 mol hidrogenlə reaksiya daxil olar. Cəmi 60 litr hidrogen sərf olub. Demək, biz bunların hamısını X mol demişdik. CH6 1 mola 1 mol birləşdirirsə, onda belə çıxır ki, elə X-a da X birləşdirəcək. X birləşdirəcək. CH4 1 mola 2 mol birləşdirirsə, onda X-a da birləşdirəcək 2X. Və X da 2X-in cəmi 60 litr eləməlidir. Yazır onda burada X üstə gəlinsin 2X 60. 3X bərabər 60. X da oldu 20. Deməli, X 20 tapmışıqsa, bu X da 20 imiş, bu X da 20 imiş, bu da 20 imişsə, qarışıq onda olacaq 60 litr. Bizdən qarışığın həcmini soruşurdu. Oldu 60. 20, 20, 20 cəmi 60 eləyəcək. Belə. 127-ci misaldan da yenə bundan qabaq yazmışdıq.
qapalı sual idi. Asetilendən 50% çıxımlı. Asetilen C2H2 üzərinə su əlavə edirdi. Kucherov reaksiyası əmələ gəlirdi CH3, CHO aldehid. Yenə çıxımla işimiz olmasın. 11,2 litrdən X qram alınacaq. Neçə qram soruşur? 22,4-dən də ml 44. X bərabər olacaq elə 22 qram. İndi faizə qayıdırıq. Danışmışdıq ki, çıxımı axırda nəzərə alırıq. X də oxun hansı tərəfindədir? Sağ tərəfində. X oxun sağ tərəfində olduğunda aldığımız qiyməti məsələnin faizinə vururduq. 100-ə bölürdük. Bu da eləyəcək 11 qram. 127-ci sual. Keçdi 128-ə. Asetilenin katalitik hidrogenləşməsi reaksiyasının tənliyi qrafiki verilib. Asetilen C2H2 hidrogenləşməsi 2 mol hidrogenlə reaksiya daxil olur, əmələ gətirir C2H6. Qrafik əsasən, qrafikə baxsaq, asetilen 2 moldan düşüb 0-a. Yəni, asetilen 2 mol reaksiya girib. Burada isə 1 moldur. Hidrogen 2 moldur, etan da 1 mol əmələ gəlir. Hidrogen isə 6-dan gəlib düşüb 2-yə. 6-dan 2-yə gəlmək o deməkdir ki, 4 mol reaksiya girib, 2 molu artıq qalıb. Və deyir, reaksiyadan sonra alınan qaz qarışığının. Reaksiyadan sonra bir qaz alınıb C2H6. Amma hidrogenimiz də 2 mol artıq qalıb. O artıq qalan hidrogeni kənarda bax belə mötərizədə yazaq. Nə qədər artıq qalıb? 2 mol. Onu biz onu qrafikdən gördük. 2 mol artıq qalıb. Deməli, qaz qarışığı olacaq C2H6 ilə hidrogen. İndi 1 moldan 1 mol alınıbsa, 2 moldan da 2 mol etan əmələ gələcək və qaz qarışığımızın tərkibində 2 mol etan və 2 mol hidrogen olacaq. Deyir, bu qaz qarışığının hidrogenə görə nisbi sıxlığını tapın. Ən birinci qaz qarışığının M ortasını tapmalıyıq. M orta da N1, M1 üstəgəl N2, M2 bölünsün. N1 üstəgəl N2 idi və qazların molları və ya da həcmləri bərabər olardısa, elə M ortanı tapmaq üçün qaz qarışıqlarının M-verlərini toplayıb 2-yə bölürdük. Burada da hər ikisi 2 mol verilib deyə mollar bir-birinə bərabərdir. Elə CH6 30, hidrogen də 2-dirsə toplayıb 2-yə bölürük, edir 16. Qarışığın hidrogenə görə nisbi sıxlığını tapanlıyız. Yazırıq DH2 bərabərdir 16-nı bölürük 2-yə. O da bərabər olur 8-ə. Belə, 128-də bu. 129-cu sual da buna oxşardır. Propinin katalitik hidrogenləşməsi. Propin C3H4 özünə maksimum 2 mol hidrogen birləşdirib C3H8-ə çevrilir. Yenə 1 mola 2 mol və 1 mol əmələ gəlir. Qrafikə baxsaq, C3H4 2 moldan 0-a düşüb, yəni 2 mol tam reaksiya girib. Hidrogen isə 5-dən 1-ə düşüb, yəni 4 mol reaksiya girib. Belə çıxır ki, hidrogen artıq qalıb 1 mol. Bunu yenə mötərizədə yazaq, yadımızda qalsın. Yenə CH4-dən 1 mola 1 mol əmələ gəlsə, 2 mola da elə 2 mol əmələ gələcək. Və artıq qaz qarışığımızda propan və hidrogen var. Biri 2 mol, biri 1 mol olduğuna görə qarışığın M ortasını tapırıq düsturla. Yəni 2-ni vururuq CH8 44-ə. Sonra üstə gəl 1 vurulsun 2, bölürsən molların cəminə, 2 ilə 1-in cəmi. 2-ni 44-ə vursam 88, üstdən 2 gəlsəm eləyəcək 90, böl 3 bərabər olacaq 30. Bizə amma deyir ki, qarışığın hidrogenə görə nisbi sıxlığını tapın. Nisbi sıxlığı tapmaqdan ötəri yazırıq DH2 bərabərdir. 30-u bölən də 2-yə bərabər olacaq 15-ə. 129-da bu. 130-cu sual. Propan, yəni C3H8, propen C3H6, propin C3H4. Qarışıq 4 mol yemiş, hamısı birlikdə 4 mol. Qaz qarışığını argen timi 2-nun ammoniakdakı məhlulu ilə reaksiya aparanda
Argentum 2O alkinlərlə reaksiya gedirdi. Yəni CH4-lə gedəcək. Və argentum CH4-dəki H-ın birini əvəz eləyəcək. Niyə birini? O CH4-ün quruluş formulu belə idi. Baxın. Və argentum 2O-la reaksiya daxil olanda gümüş bu H-ı buradan çıxardırdı. Yəni 3 qatdakı hidrogeni. Ona görə formul olacaq C3H3 gümüş. H-ın birini əvəz elədi. Üstə gəlinsin su. Burada karbonların sayı 3, bu da 3-dür deyə tənli ilə belə bərabər saxlaya bilərik. Əmsallaşdırıb özü yormayın. Nə qədər çöküntü alınıb? Çöküntümüz bax budur. 1,6 mol. Onda belə çıxır ki, CH4-də 1,6 mol yemiş. Çünki mollar bir-birinə bərabərdir. 4 molun 1,6-sı tapdıq. C3H4-ün payına düşdü. Sonra qaz qarışığının qalan hissəsi maksimum 1,8 mol hidrogen birləşdirir. Özünə hidrogen birləşdirən alkenlər. Çünki alkanlar CH8H2 birləşdirməz. Üzərinə gəldiyi H2, bu da oldu C3H8. Reaksiya 1 mola 1 mol gedirsə, 1,8 hidrogen birləşdirirsə, belə çıxır ki, propen özü də 1,8 imiş. 1,8 də propenin payına düşdü. Qaldı propanın molunu tapmaq. Onda 4-dən çıxırıq. 1,8-dən 1,6-nın cəmi. Bu da qalacaq 0,8. Deyəm, propan 0,8 mol imiş. Belə 131. Burada izah eləyək. Deməli, siklopropanın izomeridir. Siklopropan bu verilənlər alkinlərdir. Siklopropan da alkenlər izomeridir. A heç yerə aid olmayacaq. Hidratlaşmasından sirkə aldehidi alınır. Sirkə aldehidi asetilindən alınırdı. Demək, 2-yə aid olacaq B. Natriumla əvəz etməyə daxil olmur deyirsə, 3 qatında hidrogeni olmayanlardır bu. Onda 3 aid olacaq, bax, C-yə. Sənayedə kalsium karbiddən alınır. Kalsium karbiddən alınan asetilen idi. Elə bax, bu buna da aid olacaq. Molekulunda 4 qeyri-polyar kovalent rabitə var. 4 qeyri-polyar, yəni karbon atomları arasında. Bu birinci maddəyə aiddir. 3 qatla 1-ə tək qat var, cəmi 4 eləyir. Onda 1-ə də aid olacaq Y. Yəni cavab nə oldu? 1 Y, 2 B, bir də D, 3 də oldu C. %132. X, Y, Z maddələr üçün uyğunluğu müəyyən edin. Reaksiyaları buradan məncə göstərək. 1,2 dixlor butan. Bir dənə formulu çəkim. Cavabı oradan göstərərik. Butan deyirsə 1, 2, 3, 4 karbon. Deməli 132-ci misaldır. Butan 4 dənə karbon birləşdirdi. 1, 2 dixlor. 1 ilə 2-yə xlor yazdıq. X-dən başlayaq. Halogenli birləşməyə qələvinin suda məhlulu gələndə xlorların yerinə OH-lar gəlirdi. Xlorların yerinə OH qrupları yazsaq, onda maddənin adı nə olacaq? 1, 2, 3, 4. Butandiol 1, 2. 4 butandır. 2 dənə OH varsa diol, biri 1-ə, biri 2-yə birləşib. Butandiol 1, 2 Y variantında var. Deməli, X-ə aid oldu Y. Sonra, Y üçün nə yazılıb? Y-i tapmaq üçün, yəni geri qaytaraq hər şeyi, xlorla qalsın öz yerində. Qələvinin spirtdə məhlulu əlavə olunub bu maddənin üzərində. Halogenlər qonşu olanda qələvinin spirtdə məhlulu təsir edəndə, qələvinin spirtdə məhlulunu təsir edəndə halogenlər çıxırdı, burada 3 qat rabitə əmələ gəlirdi. Alkinlərin alınma reaksiyası. Onda bu da olacaq butin 1. Butin 1 D variantında var. Deməli, Y-ə də aid oldu D. Sonra sink əlavə ediblər. İndi həmin formula qaydaq. Halogenlər qonşu olanda sinklə təsir edəndə halogenlər gedirdi, yarımçıq qalan rabitələr öz aralarında birləşib 2 qat rabitə yaradırdı. Onda bu da olacaq buten 1. Burada buten 1 variantı yoxdur, amma bunu səmərəli adlandırsaq, bu etilen olsa,
Yerdə qalır etil. Bax, bu da etil radikalıdır. Onda adı olacaq etil-etilen. Etil-etilen. O da etil-etilen C variantında var. Bu Z-ə də aid olacaq C. AB-də heç birine aid olmadı. Butin alınmadı formullarda. Dimetil-etilen də alınmadı. 132-də belə. 133. Eyni buna oxşar misaldır. 133-də yenə maddəni 1,2 dixlorpropan yazaq. 133. Propan 3 karbon, bağışlayın. Propan C. 1,2 dixlor. Xlorun birini bura yazdıq, birini də bura yazdıq. Sinklə təsir etdikdə X axtarırıq. Sinklə təsir eləyəndə halogenlər qonşudur deyə halogenlər gedirdi və yerində 2 qat rabitə əmələ gəlirdi. Olacaq bu propen. Propen yoxdur variantlarda, amma bunu səmərəli adlandırsaq, səmərəlidə buna etilen deyirdi. Yerdə qalır bir dənə də metil. Olacaq metil-etilen. Metil-etilen C variantında var. Demək, X oldu C. Sonra geri qaytaraq. Belə. Y-i tapmaq üçün qələvinin spirtdə məhlulu əlavə olunub. Qələvinin spirtdə məhlulu əlavə olunanda halogenlər gedirdi, yerində 3 qat rabitə əmələ gəlirdi. Yəni, propin alınacaq. Propin D variantında var. Demək, Y oldu propin. Plus, bu Y səmərəli, daha doğrusu, Y səmərəli sulla adlandırsa, buna asetilen desə, burada bir dənə metilimiz qalır. Olur metil asetilen. Metil asetilen Y variantında da var. Deməli, Y həm də Y variantı aiddir. Qaldı sonuncu maddəni tapmaq. Bunları yenə xlor olan tərəfə qaytaraq. Qələvinin suda məhlulu əlavə olunub. Qələvinin suda məhlulu əlavə edəndə halogenlərin yerinə OH-lar gəlirdi. Yəni, spirt alınırdı. Bu da 1, 2, 3 yazsaq. 3 propandır. Propandiol. Propandiol 1, 2 cavab olacaq. Propandiol 1, 2 də B-də var. Demək, də B-yə aid olacaq. 133. Sonuncu misalımız olmalıdır. 134-cü misal. Doymamış karbhidrogenlər 1-2-3-dən göstərilib. Natriumun ammoniakdakı məhlulu ilə reaksiya daxil olmur. Vəziyyət izomeri də var. Gəlin formullar hamısını yazım, oradan axtaraq. Demək, A-da yazılıb propin. Bu oldu propin. B-də butin 1 yazılıb. Bu da butin 1. C-də asetilen. Belə. D-də butin 2. H3. Y variantında propen, yəni alken. Belə. Nə deyir bizə? Birincidə. Natriumdan getmir, amma vəziyyət izomeri var. Natriumdan getmir, vəziyyət izomeri olan, A-nın, B-nin, C-nin 3 qatında hidrogenlər var deyə bunlar natriumdan gedəcək. D variantı 3 qatında hidrogen yoxdursa, bu natriumdan getməyəcək və 3 qatın yerini dəyişdirməklə vəziyyət izomeri yaratmaq olacaq. Yəni, hələlik 1-ə aid olacaq, yəni D. Y variantında isə bu alkendir. Alkendir, üstəgəl 3 dənə karbonu var. 3 dənə karbonlu alken, burada 2 olmalıdır. 2 qatın yerini dəyişdirib, burada vəziyyət izomeri yaratmaq olmaz. Üstəgəl bu da ki, natriumdan reaksiya getməz. Yəni, Y hələ ki, heç birinə aid olmadı. 2-də natriumdan gedir, vəziyyət izomeri yoxdur. Natriumdan gedənlər ABC-lər idi, çünki hidrogenlər var idi 3 qat rabitəsində. Amma vəziyyət izomeri olmasın deyir. B variantında 3 qatın yerini dəyişsək, vəziyyət izomeri olacaq. Amma A ilə C-nin vəziyyət izomeri yoxdur. Deməli, cavab 2-yə A və C eləyəcək. 3-də həm gedir, həm də vəziyyət izomeri var. Yəqin bu da olacaq B variantı, çünki 3 qatın yerini dəyişə bilərik.
Üstəgəl 3 qatın yanında H varsa da natriumdan reaksiya gedəcək. Bu da oldu 134-cü misal. Növbəti dərsimizdə də aromatik karbhidrogenlər benzolun homoloquna aid olan test tapşırıqlarını izah edəcəyik.